Hakimlər 4-cü fəsil. Devora və Baraqın İsraili xilas eləməsi. Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər. Buna görə də Rəbb onları Xasorda padşahlıq eləyən Kənan padşahı Yavinə təslim elədi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet Haqgoyimdə yaşayırdı. İsrail övladları Rəbbə fəryad elədilər. Çünki 900 dəmir döyüş arabasına malik olan Yavin 20 il idi ki, İsrail övladlarına zülm eləyib, əziyyət verirdi. O vaxtlar Lapidotun arvadı Peyğəmbər Devora İsraildə hakimlik eləyirdi. Bu qadın Efraimin dağlıq bölgəsində Rama ilə Betel arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar. Devora adam göndərib Naftali bölgəsində Qədeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi. İsrailin Allahı Rəbb sənə əmr elədi ki, yanına Naftali və Zevulun övladlarından 10.000 nəfər kişini alıb Tavor dağına aparasan. Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əskərlərini yolundan döndərib Qişon çayına sənin yanına gətirəcəyəm və sənə təslim eləyəcəyəm. Baraq Devoraya dedi, əgər sən mənlə bərabər getsən, mən də gedəcəyəm. Yox, əgər mənlə bir getməsən, mən də getməyəcəyəm. Devora dedi, mən mütləq sənlə bir gedəcəyəm. Amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq. Çünki Rəbb Sisranı bir qadına təslim eləyəcək. Devora ayağa qalxdı və Baraqla birgə Qədəşə getdi. Baraq Zevulun və Naftali övladlarını Qədəşə topladı və 10.000 nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü. Genli Xəver, Musanın qayını Xovavın nəslindən olan o biri genlilərdən ayrılmışdı. O, Qədeş yaxınlığında Sanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu. Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb. Sisra 900 dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet Haqgoyimdən Qişon çayına topladı. Devora Baraqa dedi, qalx, çünki Rəbbin Sisranı təslim elədiyi gün bugündür. Sənin qarşında gedən Rəbb deyilmi? Baraq da arxasınca gələn 10.000 nəfər kişi ilə birgə Tavor dağından indi. Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub elədi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı. Baraq Xaroşet Haqqayimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı. Sisra Genli Xəverin arvadı Yaelin çadırına qaçdı. Çünki Xasor padşahı Yavinlə Genli Xəver arasında sülh vardı. Yael Sisranı qarşılamaq üçün bayra çıxıb dedi, gəl içəri, ağam, qorxma, bizə gəl. Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü. Sisra qadına dedi, susamışam, rica eləyirəm, mənə bir içim su ver. Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü. Sisra qadına dedi, çadırın qapısında dayan, əgər bir adam gəlib səndən burada kimsə varmı deyə soruşsa, deyərsən ki, yox. Lakin Xəverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb, yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, payı onun başından keçib yerə girdi və Sisra belə öldürüldü. Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi, gəl axtardığın adamı sənə göstərim. O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilib. Beləcə, o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabi elədi. İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı ged-gedə qüvvətləndi
və axırda Kənan padşahı Yavini məhv elədi.